Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Dərbənd əmirliyi. Dərbənd ərəblər gəldikdən sonra Bab-ül Əvvab adlandırıldı. Bab-ül Əvvab, yəni qapılar qapısı. Hansı ki, şimaldan gələn təhlükəni qarşılayan ilk qapı kimi nəzərdə tutulurdu. 9-cu əsrin ortalarına kimi deməli, ərəb sərkərdələri tərəfindən idarə olunub, xilafətin təyin etdiyi ərəb sərkərdələri, bunlar tam tabe şəkildə xilafətə, tam tabe şəkildə deməli, Dərbənd əmirliyini idarə edirdilər. Lakin sonralar müstəqil olacaq. Haşim Əs-Sulami 869-cu ildə deməli, müstəqil elan edir Dərbəndi. Haşimlər sülaləsi burada tam hakim olur və deməli, bu müddətdə müstəqillik 988-ci ilə qədər davam edir. 988-ci ildə Şirvanşahlara birləşdirilir Dərbənd əmirliyi. Sonra yenə müstəqil olacaq Dərbənd əmirliyi. 1075-ci ilə qədər bir müddət müstəqilliyini saxladıqdan sonra Şirvanşah 1-ci Fəreyburs tərəfindən yenidən Dərbənd əmirliyi 1075-ci ildə Şirvanşahlara birləşdiriləcək. Keçirik Tiflis Müsəlman əmirliyinə. Tiflis Müsəlman əmirliyi ümumiyyətlə 730-cu illərdə Şərqi Gürcüstanda ərəblər canişinlik yaratdılar. Yəni öz ərazilərini, oradakı ərazidən idarə etmək üçün canişinlik yaratdılar. Bu canişinliyin mərkəzi Tiflis idi. Tiflis əmirliyində, bu canişinlikdə deməli, 3 əsas sülalə hakimiyyətdə olub. Bu sülalələr Şüeybilər, Şeybanilər və Cəfərilər olmuşdur. Şüeybilər, Şeybanilər, Cəfərilər. Deməli, bu Tiflis canişinliyinin, Tiflis əmirliyinin ərazisi haralar idi? Əsasən Tiflisə bitişik ərazilər və Kartli. Bu iki ərazi əmirliyin deməli, ətrafında birləşmiş, daha doğrusu əmirliyi əhatə edən ərazilər idi. 860-cı illərdə müstəqil olacaq Tiflis Müsəlman əmirliyi. Bu müstəqil siyasəti Cəfərilər sülaləsi yürüdəcək. Onlar hətta pul da kəsdirəcəklər öz adlarına. Lakin 1121-ci ilə qədər davam edən bu müstəqillik sonralar Didqori döyüşünün nəticəsi olaraq əldən verildi. Belə ki, 1121-ci ildə Gürcülərlə baş verən Didqori döyüşündən sonra 1122-ci ildə deməli, Tiflis Müsəlman əmirliyi ləğv olunacaq və Tiflis Gürcüstana birləşdirilir. Deməli, Əl-İstəxri öz deməli, məlumatlarında xəbər verir ki, Tiflis Aranın şəhəridir. Yəni, Tiflisi Aranın şəhəri adlandırır. Şəki hakimliyi 860-cı illərdə yaranıb. Ümumiyyətlə, 860-cı illər bir sıra feodal dövlətlərin həm yarım müstəqil, həm müstəqil feodal dövlətlərin yarandığı bir dönəmdir. Deməli, İslamla Xristiyanlıq arasında toqquşma mərkəzidir, belə deyək, Şəki hakimliyi. Bir tərəfdən Gürcü xristiyanları, deməli, onları Alban xristiyan kilsəsinə təsir etməyə çalışır, onları özünə birləşdirməyə çalışır, bir sıra məkirli planlar həyata keçirir. Bu ərazilərdə eyni zamanda Şəki hakimləri də buna qarşı strateji tədbirlər alırlar. Dediyimiz kimi Gürcü kilsəsi Alban kilsəsini təsir altına almaq istəyirdi. Amma Şəki hakimləri buna qarşı mübarizə aparır və bunu demək olar qarşısını da alırdılar. Deməli, Azərbaycanın şimali-qərb sərhədlərini Şəki hakimliyi qoruyurdu. Onun da deməli yaranmasının Azərbaycan tarixində müstəsna xidmətlərindən biri də budur. Şimali-qərb sərhədlərimizin qorunması. Dəyərli yoldaşlar, 9-11-ci əsrdə Azərbaycan ərazisində feodal dövlətlər mövzusuna davam edirik. İzləmədə qalın.